Salam, hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükürlər olsun, mən yaxşıyam. Siz də inşallah ki, həmişə yaxşı olasınız. Bugün mətbəxdə işə başlamışam. Sizin üçün də dedim çəkim, bir vlog başladım. Mətbəxdə işlərim bugün hədsiz çoxdur. Bəzi işlərim var, yəni həm yemək, həm bir başqa görüləsi işlər var. O işləri görəcəm. Bəzi ev işlərim də var. İndi nə çəkə bilsəm, sizin üçün çəkəcəm. Demək, toyuq doğrayıram. Bu toyuqları doğrayıb bastırma eləyəcəm və buzluğa qoyacam. Bəzi hazırlıqlarım var. Bu hazırlıqları nə üçün etdiyimi gələn vlogda biləcəksiniz. Gələn vlog üçün çəkilişlərim də olacaq və nə üçün belə hazırlaşdığımı orada sizin üçün açıqlayacağım. Görəcəksiniz.
Gördüyünüz kimi toyuğu təmizlədim, doğradım, yudum yaxşı-yaxşı və indi suyu getmək üçün süzgəcə qoyuram. Biraz suyu gedəcək, suyu çəkiləcək. Sonra onu yaxşı-yaxşı ədəvalarla bastırma edəcəm. Demək belə, toyuğu yığıram sıra ilə. Demək, duz, istiot, qırmızı istiot. Mən qırmızı istiotu çox sevirəm, çox işlədirəm. Sarı kök, paprika, bir də biraz duru yağ və tomat əlavə edib qarışdırıram. Bu mənim bastırmam olacaq. Bir başda soğan. Soğan da doğrayıb əlavə edəcəm, qarışdıracağam və soyuducuya qoyacağam. Bu demək bir gün belə qalsın. Bir gün qalmalıdır ki, yaxşı-yaxşı özünə çəksin bu ədəvaları. Çünki onda da dadı tamı çox yaxşı olur toyuğun. Sizlər necəsiz? Bu isti yay günlərini necə keçirirsiniz? Nə işlər görürsünüz? Vaxtınız necə keçir? Yəni rəylərdə mənimlə bölüşə bilərsiniz. Bir xanım izləyicim var, mənim daimi izləyicimdir. Gözəl bir xanım. O xanım mənə yazmışdı ki, musiqi olanda biraz musiqinin səsini aşağı edim. Yəni bu belə olur. Yəni mən musiqini bacardığım qədər, yəni ki, musiqi qoyanda bacardığım qədər onu normal səslə qoyuram. İndi yəni yəqin ki, elə çıxır, səslənməsi elədir. Səsi elə çıxır. Ona görə də ola bilər indi insanlar müxtəlifdir. Səs bəlkə də necəsə təsir edir, bilmirəm. Ancaq musiqidir də, musiqi ruhun qidasıdır, musiqi gözəldir. Yəni mən danışdığım, nəyinsə haqqında məlumat verirəmsə, danışdığım şeyləri danışıram. Danışmadığım yerlərdə istəyirəm ki, biraz musiqi olsun, siz darıxmayasınız vloqa baxanda. Hərənin bir fikri var. Əlbəttə ki, biri xoşlayır, biri xoşlamır. Yəni demək istəyirəm ki, telefonda da bu səsi tənzimləmək olar. Əgər narahat edirsə sizi, telefonda musiqinin, yəni səsini almaq olar da. Səsini azaldıb vloqu izləyə bilərsiniz. Yəni belə istədim ki, buna bir açıqlama gətirim. Sonra yenə də bir gözəl xanım izləyicim, o da yazmışdı ki, yəni musiqi olmasa daha yaxşı olar. Yəni qulağımıza günah girməsin desən, belə bir şey yazmışdı. Əgər düz dedimsə, yadımdan çıxmayıbsa. Bilirsiniz, gözəl xanım, mən necə deyim, musiqini günah bilmirəm. Valla nə deyim, yəni musiqidir də, onsuz hara baxırıqsa, elə valla musiqidir, çıxırıq. Avtobusda gedirik, metroda gedirik, musiqidir. Adicə bir, məsəl üçün metroya minirsən, dayanacaqlar belə musiqi ilə səslənir. Özünüz bilirsiniz də. Yəni məncə bu musiqinin elə bir günahı yoxdur. Əsas odur ki, ürəklərimiz təmiz olsun, vicdanlı olaq, mərhəmətli olaq. Necə deyim, yaxşılıq etməyə çalışaq, pislikdən qaçaq. Məncə ən böyük günahlar olardı. Məncə bir musiqi ilə arada xırda belə az-az musiqilər qoyuram. Yəni onunla elə bir şey olmaz. Bilirsiniz, bütün vlogu da danışmağı mən sevmirəm, sözün düzü. Çünki adam var, heç onu da xoşlamır. İzləyicilər, bilirsiniz, insanlar müxtəlifdir. Yəni dayanmadan danışanda da çox izləyicilərin xoşuna gəlmir. Onları yorur bu. Mən çalışıram ki, işlərimi təqdim edeyim. Yəni nə iş görürəmsə, onları çəkim. Arada da həm danışıb məlumat verirəm, həm də biraz musiqiyə yer verirəm ki, sizin üçün xoş olsun vloqlara baxmaq. Yəni belə
Mən məsəl üçün nə vacibdirsə onu danışmağı sevirəm. Görürsüz ki, indi çoxdur vloq çəkənlər, yəni həddindən artıq sayı hesabı yoxdur. Məsəl üçün görürsüz ki, bir vloq çəkən, yəni bir balaca bir qabı qoyur qarşısına, o qab haqqında lazımsız bəlkə də nə bilim 5 dəqiqə, 6 dəqiqə danışır. Nəysə bir elə bir xırda bir şeyi, yəni onun haqqında o qədər danışır ki, yəni şəxsən məni bir izləyici olaraq mən də vloqlara baxıram. Bir izləyici olaraq məni o yorur. Çünki bir-iki kəlmə dediyim bir şey haqqında, yəni mənim öz düşüncəm belədir. Hər kəsin öz düşüncəsi var. Yəni bəs eləyir də, artıq çox danışmağın, yəni vloq sözlə dolsun deyə onun nə mənası var? Mən ona görə bu boş yerləri sizin üçün biraz musiqi verirəm ki, sizin üçün xoş olsun. Onsuz da beynimiz yorulur gün ərzində, problemlər, işlər çox olur. Biraz yəni ki, musiqi ilə heç nə olmaz. Yəni musiqi bu dəqiqə hər yerdə var. Çox danışmaq istəmirəm bu barədə. Məncə yetərincə danışdım, fikrimi izah etdim. Yəni telefonu açırsan musiqilərdir, televiziyadır musiqilərdir. Yəni ki, musiqisiz heç yeri yoxdur. Mən belə yəni baxıram. İndi o dövrdə yaşayırıq. Yəni bu qədər mən fikrimi bildirdim və bütün izləyicilərimin fikrinə çox hörmətlə yanaşıram və çox təşəkkür edirəm. Öz fikirlərini deyirlər, öz rəylərdə öz fikirlərini bildirirlər, öz istəklərini bildirirlər. Mən də çalışıram ki, izləyicilərimin istəyinə uyğun vloqlarımı çəkim, təqdim edeyim, onların ürəyicən olsun. Elə, yəni indi sizin üçün vloqum haqqında yəni danışım, gördüyüm işlər haqqında danışım. Yemək hazırladım, biraz quru yemək, biraz soğuz elədim. Çünki bizdə həm qızartma, həm soğuzu sevənlər var. 2 cür hazırladım. Dedim qoy 2 cür olsun, biraz pörək hazırladım, kartof püresi. Kartofun bir hissəsini qızartdım, yəni toyuğu qızartdım. Və biraz da sos hazırladım. Bu qədər, yəni evimizin yeməyi bu olacaq bugün, menyumuz budur. Sonra yenə başqa işlərim var, hazırlıqlarım davam edir.
Biraz pomidor almışdıq. Biraz deyəndə ki, çox idi pomidor. Gördüm ki, artıq qalır, yəni yeyilmir. Bu qədər pomidor yeyilməyəcək. Ona görə dedim fürsətdən istifadə edeyim, elə pomidor bağlayım. 4 belə 2 kiloluq balon pomidor bağladım. Evdə nə var idisə onu istifadə etdim. Yəni başqa bir şüyüd qurusu, şüyüdüm olmadı. Elə dəfnə yarpağı, acı istiot, sarımsaq, yəni bunlardan istifadə etdim. Belə sadə pomidor bağladım. Siz necə qışa hazırlıqlar görürsünüz? Nələr edirsiniz, nələr hazırlayırsınız? Mən əvvəllər həddindən artıq çox hazırlayırdım. Artıq o qədər hazırlamıram. Yəni yeyilənə baxıram, yeyilən qədər hazırlayıram. Bir də nələri xoşlayırıq, əsasən onu hazırlayıram. Əvvəllər çox, yəni ki, birdən-birə bir yeşik, 2 yeşik pomidoru, xiyarı belə bağlayırdım. Yük düşürdü də mənə, yorulurdum. Amma indi elə etmirəm, yəni artıq neçə ildir elə etmirəm. Az-az 2, 3, 4, yəni belə yəni bağlayıram bağlamalarımı ki, mənə yüngül olsun, asan olsun, yorulmayım. Yəni belə. İndi balonlarımı bağladım. İndi keçid elədim, bilinçik hazırlayıram. Bilinçik kanalımda var, hazırlamışam. Vloglarımın birində var. İndi hazırlıq gördüyüm, yəni hazırlıq görürəm dedim sizə. O hazırlıq üçün bilinçik hazırlayıram. Bilinçik xəmirimi hazırlayıb içdə düzəldəcəm. İçi də toyuğun sinə ətindən hazırlayacağım. Bizdə o çox sevilir. Qıyma ilə də sevilir. Amma toyuq əti ilə də çox sevilir. Belə. Mən deməli bilinçikin içini toyuq əti ilə edəndə soğança qovururam. Yəni yağ soğan eləyirəm. Və toyuğun sinə ətindən, toyuğun başqa hissələrindən də istifadə etmək olar. Fərq eləməz. Mən sinə ətindən istifadə etdim. Sinə ətini duzlu suda qaynadıram və onu didirəm. Soğançaya əlavə edirəm. Soğançayı da bir yerdə biraz qovururam. Çox qovurmuram, yəni yüngül. Sonra ona keşniş, şüyüd, göyərti əlavə edirəm. Duzunu, istiotunu təbii ki. Belə, hərdən kök də biraz sürtkəcdən keçirdib əlavə edirdim. Bu dəfə əlavə etmədim. Bu qədər. Yəni iş düzəldirəm. İndi bilinçikində xəmirini bilirsiniz, yəni hamı bilir bunu. İndi hər kəs bir cür hazırlayır, hər özünə məxsus. Mən də belə hazırlayıram, yəni gördüyünüz kimi. Qaynar sudan istifadə edirəm və süzgəcdən də keçirdirəm. Hərdən mikserlə də edirdim, rahat olsun, yəni tez açılsın, düyünlər qalmasın xəmirin içində, amma belə daha rahatdır mənə. Süzgəcdən keçirdirəm, çox rahat olur. Yəni çox qarışdırmağa həddindən artıq ehtiyac olmur. Bax belə. Onu da həmişə göz, yəni ölçüsü ilə əlavə edirəm. Əslində mən bir çox şeyi göz ölçüsü ilə necə deyim, hazırlayıram. Çünki nəyə görə? İllərdir hazırladığım şeylər var ki, məsələn, yeməklər var ki, şirniyyatlar var ki, onları artıq mən öyrəşmişəm. Düzdür, elə şirniyyatlar var, onları ölçüdən kənara qətiyyən çıxmaq olmaz. Çünki onda o alınmır. Çünki şirniyyatlar elədir. Onu qəti, yəni kənara çıxdınsa, baxırda hansı şirniyyatlar. Onda alınmır, yaxşı olmur. Yəni baxıram da, indi hansı şirniyyatı hazırlayanda, yəni göz ölçüsündən istifadə edirəm, artıq öyrəşmişəm, bilirəm ki, buna nə qədər un gedər. İndi un da müxtəlifdir. Görürsünüz ki, unlar ayrı-ayrıdır deyə ölçümlə düz gəlmir. Baxırsınız ki, yəni ölçü məsələn 2 stakandırsa,
Amma elə un var ki, o 2 stakan un bəs eləmir o şirniyyata. Və yaxud çox olur, və yaxud az olur. Yenə əlavə etməli olursan. Yəni belə. Ona görə göz ölçüsü ilə bir çox şey edirəm. Elə birinci xəmirini də həmçinin elə edirəm əslində. Amma çalışıram ki, bu vloqlar üçün çəkəndə göstərə sizin üçün çəkim. Bəlkə kimsə nəsə öyrənmək istəyir, bilmək istəyir. Ona görə yəni istəyirəm ki, göstərim. Yəni kimsə nəsə öyrənmək istəyirsə öyrənə bilsin. Bir də birinci xəmirini görürsünüz də necədir. Yəni ki, onun qatılığı, yəni çox qatı deyil. Çox qatı olanda o yaxşı olmur. Südlə suyu, yəni mən qarışıq hazırlayıram. Hərdən elə olur ki, süd olmur. Mən elə təkcə suyla hazırlayıram bilinciklərimi. Yəni onda da çox gözəl olur, heç fərq eləməz. Yəni belə. Çox gözəl bilinciklər alındı. Elastikdir, qırılmayan bilinciklərdir, yumuşaq. İndi içliyim də hazırdır. İçliklə bunları doldurub bükəcəm və bir qaba yığıb soyuducuya qoyacağım. Hazırlığımın bir hissəsidir. Yəni inşallah ki, bu hazırlıqlarımın səbəbini sizin üçün dediyim kimi gələn vloqda açıqlayacağım. Günün sonuna gəlib çatdıq. Artıq axşamdır. Çox iş gördüm, yoruldum. Yəni sizə çəkdiklərimdən əlavə, yəni çoxlu işlərim var idi. İndi isə burada vlogumu bitirmək istəyirəm. İnşallah ki, gələn videolarda, gələn vloqlarda görüşərik. Vlogumu bəyəndisə, bəyənməyi unutmayın. Yeni izləyicilərimdən də xahiş edərdim ki, əgər hələ abunə olmayıblarsa, vloqlarımdan xoşları gəlirsə, bəyənirlərsə, abunə olsunlar və videolarımı bəyənməyi unutmasınlar. Burada da sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik.